hal-hazırda elə bir qonaqlıq yoxdur, elə bir park yoxdur, elə bir məclis yoxdur ki, ora gedəsiniz və hansısa bir valideyn evladında olan nitq pozuntusundan şikayətlənməsin. Və xüsusilə vurğulamaq istəyirəm ki, artıq bir 15 il bundan öncə, 20 il bundan öncə uşaq 1 yaşında danışmırdısa, valideynlər narahat idi ki, bu niyə danışmır? İndi uşağın 2 yaşı var, danışmırsa, sonra danışır. Danışacaq deyirlər bəli. Və hətta yaxud da üzr istəyirəm, bağçaya qoy, danışacaq. Yazıq bağçadakı müəllimlər. Bağçaya gedəndə danışacaq. Siz ümumiyyətlə hər bir valideyn başa düşməlidir ki, hər bir yaşın özünün fizioloji, psixoloji vəziyyəti var. Necə ki, bir uşaq 1 yaş yarımına qədər gəzmirsə və valideyn narahatdırsa, eyni şəkildə düşünməlidir ki, artıq 18 ayında uşaq ikili ifadə deməlidir.